mövzular var indi. Aha. Çox gündəmə gəlib. Uşaqlar üçün də maraqlı gələr. Deyirlər toyuğu yumur bişirmək lazımdır. Bəli, Onun üçün biz çox belə bəzi halda nətər deyim, yaxşı qarşılanmır, bəzi halda da yaxşı bəzi qarşılanır. hallarda Şeflərimizin hamısına o sualı biz veririk. Görə hər bir şefin fikri nədir? Toyuğu yuyaq, yumuyaq. Sizin fikriniz? Mənim öz fikrimdir, şəxsi fikrimdir. Yəni başqalarını toyuq deyə yuyulur bilərəm. yəni. Yox, yumuram. Yumursunuz. Durub yalan nə deyim? İçin zadını təmizləyəndə yüngül su axıdırıq. Amma durub onu mən mütəmadi yuyum, suda saxlayım, belə şeylər eləmirik. Çünki bakteriyalar oyanır. Yəni azdan çoxdan oxuyub araşdırsınız, görəcəksiniz ki, bəzi şeyləri düzgün qaydası budur. Yəni göbələk zat da, bəzi göbələklər var ki, yuyulmur. Yüngül su vurulur ona, salfetka ilə silinir. Yəni o torpaqdan çıxır. O yuyulmalıdır, bəziləri var. Amma bəziləri var ki, ona yüngül su vurulur, təmizlənir və qabığı soyulur. O təmiz olur. Necə ki, belə deyək, limon olsun, portağal olsun, qabığını soyub istifadə edirik. Göbələkdə də eyni o qaydadadır. Qabığını soyuruq, təmizləyirik, elə istifadə edirik. Onda o təmiz olur. Amma belə deyək də, yüngül su vururuq, necə o alətlərimiz var da, xüsusi, o ilə suluyuruq və üstün silirik. Salfetka ilə o təmizlənir. Və dadını itirmir. Belə bir şeylər var. Yəni çox xırdalıqlar var. Girsək uzun-uzadı gedəcək. Yaxşı qarşılanmır bəzi halda. Siz toyuğu yuyurdunuz, yumurdunuz bundan qabaq? Az yuyurdum amma çox yumurdunuz. Yəni bəzi adamlar var ki, biraz iyrənirlər şeydən, yumurlar. Bəzi adamlar var ki, yuyurlar. Hər tərəfli yuyurdunuz. Amma mən şef olaraq heç vaxt yumamışam və çox üstünlük vermişəm ki, onun dərisini soyuram. Bacardığım qədər dərisini soymuşam. Yumağa üstünlük verməkdənsə, mən çox dərisini soymuşam, duzla marinat eləmişəm. Çünki o pişəndə də o istidən ölür o bakteriyalar. Kənd və broiler var mı? Broilerdə tamam biraz fərqlidir. Kənd çolpasında tamam fərqlidir. Onsuz belə pis çıxmasın, onlar kəsiləndə, onun tükü yolunanda isti suya salınır, yolunur. Yəni bunlar da normal bir proseslərdir. Əti də kəsəndə, məsəl üçün, heyvan olsun, böyük baş, xırda baş, baş aşağı saxlanır, qanı axıdılır. Sonra o iç salatı yuyulur təmizlənəndə. Yəni, o toyuqda da eyni qaydadadır. Tükləri yolunandan sonra onun iç salatı çıxardılanda yüngül su ilə yuyulur. Çünki qan zad iç salatda qalır, onlar çıxsın deyə. Amma belə mütəmadi bütün yuyulmur da, yəni. Broiler olsun və kənd çolpası olsun. Toyuq yuyulmalıdır, yuyulmamalıdır. Şef nə deyirsən? Allah kömək olsun. Təşəkkür edirəm sizə. Nuş olsun, bugünkü salatımız çox maraqlıdır. Bəli, krevetkadır, avokadodur, çeri pomidordur, sveji xiyardır, bir də yaşıllıqlarımızdır. Mən də çox bəyəndim. Görünüşsə qəşəng. Çox qəşəng. Bir dəfə hazırlamışıq. Dizaynerə fikir vermək daha yaxşıdır. Bəli. İştahatsız olsun. Hər kəsə nuş olsun. Nuş olsun. Güman edirəm ki, nəsə öyrənə bildiniz. Var olun. Yavaş-yavaş fərqli görünüşdə salatlar olur. Şefimiz maşallah yaradır. Təşəkkürlər. Şef, sizə təşəkkür edirəm. Minnətdarım. Çox sağ olun.